Bismillah və elhamdülillah və salatu və selamu alə Rasulillahi əmmə ba'd. Deməli, İmam Əhməd rahiməhullahın Usul-i Sünnə risaləsindən ikinci qayda olaraq biz götürmüşdük. Və tərkul bidə, yəni bidətlərin tərki. Yəni İmam Əhməd rahiməhullah deyir ki, Usul-i Sünnətə indənə bizdə sünnənin, yəni əqidənin əsaslarından birisi də budur ki, gərək biz bidətləri tərk edək. Və biz bidətlərin fəsadlarını götürdük. Başqa məclisdə bugün bidətlərin növlərini də götürdük. Və sonra İmam Əhməd rahiməhullah sözünün davamında deyir ki, bir növ nə üçün bidətləri tərk etməliyik, bunun səbəbini, illətini zikr edir. Və buyurur ki, وَكُلُّ بِدْعَةٍ فَهِيَ ضَلَالَةٍ. Çünki hər bidət zəlalətdir. Və İmam Əhməd rahiməhullahın bu sözündə bu dində gözəl bidət var deyənlərə bir növ cavab var. Yəni o kəslər ki, özlərini xüsusən də bu imamlara nisbət edirlər, İmam Əhmədə və özlərini Həmbəli deyirlər və İmam Əbu Hanifəyə özlərini Hənəfi deyirlər və İmam Şafiyə, İmam Məlikə nisbət edib də bidət üzərində yürüyən kəslərə İmam Əhmədin öz dilindən cavab var. İmam rahiməhullah deyir ki, bizdə sünnətin əsaslarından birisi budur ki, əqidənin əsaslarından birisi budur ki, gərək biz bidətləri tərk edək. Və səbəb olaraq zikr edir ki, çünki hər bidət zəlalətdir. Və İmam Əhmədin rahiməhullahın bu sözü də Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərindən götürülür. Allah Rasulü xutbətül həcə deyilən bir duası var. Hər xütbəyə, hər dərsinə, hər söhbətinə adətən bu dua ilə başlayırdı. Və həmin xütbədə və Şeyx Albani rahiməhullah həmin xütbənin bütün rəvayət yollarını cəm edib. Şeyxin bir risaləsi var xutbətül həcə adında. Orada bu xütbənin, bu duanın bütün rəvayət yollarını zikr edir. Və həmin xütbədə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّ أَصْدَقَ الْحَدِيثِ كِتَابُ اللّٰهِ أو كَلَامُ اللّٰهِ. Yəni sözlərin ən gözəli Allahın kəlamıdır. Və başqa rəvayətdə gəlir ki, sözlərin ən doğrusu Allahın kitabıdır. وَخَيْرَ الْهَدْيِ هَدْيُ مُحَمَّدٍ sallallahu aleyhi və səlləm. Və yolların da ən xeyirlisi Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Peyğəmbər sallallahu aleyhi və səlləm iki şey zikr edir. Kəlamların ən doğrusu, ən gözəli Allahın kəlamıdır və yolların da ən xeyirlisi Muhammed sallallahu aleyhi və səlləmin yoludur. وَشَرَّ الْأُمُورِ مُحْتَثَاتُهَا. Və yolların, işlərin ən şərli olanları sonradan uydurulan, sonradan ortaya sarılan şeylərdir. وَكُلَّ مُحْتَثَةٍ بِدْعَةٍ. Hər yenilik, yəni dində ortaya çıxan, sonradan uydurulan hər yenilik bidətdir. وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٍ. Hər bidət zəlalətdir və hər zəlalət də cəhənnəm odur. Yəni bidətlərin apardığı yoldur. Və əslində İmam Əhmədin rahiməhullahın zikr etdiyi bu qayda Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisindən götürülür. Və fikir verin, Allah Rasulü hədisində hər dəfə zikr edəndə kulli kəlməsini zikr edir. Deyir ki, ən şərli işlər sonradan uydurulan şeylərdir. Və kullə muhtəsətin bid'ə. Hər yenilik bidətdir. Ərəb dilində kul ümumi ifadə edən kəlmələrdəndir. Məsələn, Quran-ı Kərimdən bir ayə zikr edək. Allah Azze və Cəllə buyurur ki, kullu nəfsin zəiqatul maut. Fikir verin, kullu nəfsin. Yəni, hər can ölümü dadacaq. Usul elmində də qaydadır. Kul kəlməsi ümumi ifadə edən kəlmələrdəndir. Ta ki, onu xaslaşdıracaq başqa bir dəlil olmadıqca. Bu ayədəki kimi. Allah Azze və Cəllə buyurur ki, kullu nəfsin.
Kullu nəfsin zaiqatul maut. Hər can ölümü dadacaq. Bu dəlildir ki, ölümü dadmayan can olmayacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də dində sonradan uydurulan hər şeyin bidət, hər bidətin zəlalət olduğunu deyəndə buyurur ki, və kullu bid'atin dalalə. Hər bidət zəlalətdir. Bu dəlildir ki, zəlalət olmayan bidət yoxdur. Və bu dində gözəl bidət var deyənlərə birinci cavabdır. Elə Rasul sallallahu aleyhi və səlləmin dilindən. Çünki bu həm şəriətdə, usulda qaydadır, hansı ki bu qaydanı Quran və sünnə təsdiqləyir. Yəni kulli kəlməsi gəlirsə, hər şeyi içinə alır. Zikr etdiyim ayədəki kimi. Həmsinin bu hədisdə də. Allah Rasulü buyurur ki, hər bidət zəlalətdir. Bu dəlildir ki, zəlalət olmayan bidət yoxdur. Və lakin o kəslər ki, deyiblər, dində bidət var. Yəni, bidəti bölüblər iki hissəyə. Bəli, əslində bidətin növləri var. Və bugün, bundan qabaqki məclisdə o növlərdən danışdıq. Lüğəvi və islahi bidət, kulli və cüzlü, həqiqi və izafi, lazimiyyə və mütəaddid, əməliyyə və i'tiqadiyyə, fiiliyyə və tərkiyyə. Bidətin növləri çoxdur. Lakin bəziləri bu növləri əlavə ediblər. Nəyi? Deyiblər ki, əl-bid'a seyyiə vəl-həsənə. Yəni, pis bidət, yaxşı bidət. Yəni, təsəvvür edin, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndən sonra ki, hər bidət zəlalətdir, yəni hər bidət pisdir, kimsə çıxır deyir ki, yox, dində zəlalət olmayan, pis olmayan bidətlər də var. Və adını da qoyurlar bid'atun həsənə, yəni gözəl bidət. Və bunu deyənlərin dəlilləri nədir? Və daha doğrusu bunu deyənlərin şübhələri nədir? Və biz deyirik ki, dəlillə şübhə arasında fərq var. Necə ki, Şeyx Salih Əl-Fawzan Hafizahullah deyir ki, dəlil sünnət əhlində olur, şübhə bidət əhlində. Ümumən onların şübhələrinə dəlil deyilsə də, o dəlil sayılmır. Onlar hamısı şübhələrdir. Və dində gözəl bidət var deyənlərin şübhələri bəzi dəlillər, yəni özlərində olan bəzi dəlillər ətrafında dolanır və onlardan ən əsası 3 dənədir. Və onlardan birincisi Ömər ibn Xattabın dediyi söz. O zaman ki, Ömər ibn Xattab öz xilafətində cəmatı Ubey ibn-ül Ka'b radiyallahu anhunun arxasında toplayır və cəmat təravih namazını cəmat şəklində qılır. Ömər ibn Xattab deyir ki, ni'mətul bid'atu həzihi. Bu nə gözəl bidətdir. Və bunu dəlil götürüblər ki, deməli, dində gözəl bidət ola bilər. Bunun cavabı nədir? Yəni, alimlər Ömər ibn Xattabın radiyallahu anhunun bu sözünü necə şərh ediblər? Onlar deyiblər ki, burada gözəl bidət deyiləndə qəsd olunan məna, yəni lüğəvi mənada olan bidətdir. Bu da labiddir. Yəni, məsələn, Ömər ibn Xattab indi bu əmələ yenilik demək istəyir. Çünki bidət lüğəvi mənada nədir? Yenilik. Hər yenilik bidətdir. Məsələn, telefon, televizor, maşın, təyyarə və s. və ilə axır. Hamısı bidətdir. Şəri mənada? Yox. Lüğəvi mənada. Yəni, ərəb dilində hər yeniliyə bidət deyilir. Amma istilahi mənada, şəri mənada bidətin tərifi nədir? Dində, din adına sonradan ortaya çıxan və dində əsli olmayan hər yenilik. O yenilik ki, onunla Allaha ibadət, yaxınlıq qəsd olunur. Bu alimlərin bidətə verdiyi istilahi və ya şəri tərifdir. Yəni, bidət odur ki, onun dində əsli yoxdur. Dində əsli olmayıb, sonradan uydurulan hər şey. Məgər təravih namazının dində əsli yoxdur. Yəni, buna bidət deyənlərin özləri etiqad edir ki, təravih namazı sünnədir. Onlar özləri etiqad edir ki, təravih namazının cəmaat şəklində qılınması sünnədir. Bu sünnədə sabitdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən ondan artıq səhih və həsən hədisdə varid olub, həm qövlü, həm feyli, həm də təqrirli olaraq.
təravih namazının cəmaat şəklində qılınması. Yəni, təravih namazının cəmaat şəklində qılınmasına sünnətin hər üç növündən də dəlil var. Həm qövlü, yəni Allah Rasulü sözlü olaraq təravih namazının cəmaat şəklində qılınmasına təşviq edib, həm feili olaraq özü bunu tətbiq edib, həm də təqriri olaraq, yəni sahabələr bunu ediblər, görüb, bəyənib, tərifləyib, səna edib. Yəni sünnənin hər üç növündən ondan artıq səhih və həsən hədis var. Təravih namazının cəmaat şəklində qılınmasına dair. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında qılınırdı. 3 gün qılındı və artıq məsciddə, nəinki məsciddə, məscidin həyətində yeri yox idi. Yəni sahabələr o cür şövqlə, hətta qıraqdan, kənardan gəlirdilər təravih namazını qılmağa. Və 4-cü gün Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaata çıxmır. Səbəb özü qeyd edir. Çünki vəhiy kəsilməmişdi, vəhiy nazil olurdu. Və deyir, qorxdum ki, Allah azza və cəllə müsəlmanların, cəmaatın, sahabələrin bu namaza olan şövkünü görər və bu namazı bu ümmətə fərz edər. Və onlardan sonra gələnlərin gücü çatmaz bunu qılmağa. Amma bugün bizim üçün sünnədir, yəni müstəhəbdir. Kimsə cəmaat şəklində qılmasa və ümumiyyətlə qılmasa o asi deyil. Bu Allahın bizə bir rahatlığıdır, lütfüdür. Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaat şəklində qılmağı tərk edir. Ümmətə vacib olmasın. Və sonra Ömər ibn Xattabın zamanında artıq bu səbəb, yəni bu maniyə aradan qalxıb. Çünki vəhiy emir. Və məsələ burasındadır ki, qardaşlar, yəni sual çıxır ortaya. Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaat şəklində təravihi qılmağı tərk edəndən sonra cəmaat məgər təravihi cəmaat şəklində qılmırlar? Və gecə namazlarını qılırlar. Lakin bir imamın arxasında yox. Tərakəndə şəkildə. 10 nəfər bir, 5 nəfər bir. Abbaqın xilafətində də belə olur. Ömərin xilafətində də. Çünki elə həmin hədisin özündə gəlir ki, Ömər ibn Xattab girir məscidə, görür ki, 5 nəfər özünə bir imam təyin edib, təravihi qılır. 10 nəfər məscidin başqa bir küncündə özlərinə bir imam seçiblər, təravihi qılırlar. Yəni, cəmaat şəklində onsuz da təravih qılınırdı. Yəni, buna sən necə bidət deyə bilərsən şəri mənada? Və Ömər ibn Xattab deyir ki, gəl elə bütün bu insanları bir imamın arxasında toplayaq. Və Ubey ibn Ka'b radiyallahu anhunun arxasında toplayır. Səbəb də məhz nə üçün Ubeydin? Çünki Qur'anı ən gözəl bilən, Qur'anı ən gözəl oxuyan sahabələrdən birisiydi. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında belə sahabələr artıq bunu bilirdilər. Necə ki, Abu Davudun sünənində rəvat olunan bir hədisdə Allah Rasulü namazda çaşır, yəni xəta edir, bir ayəni oxumadan keçir və namazdan sonra üzünü çevirir cəmaatı və deyir, Ubey buradadır, deyirlər, bəli. Deyir, ya Ubey, nə üçün xatırlatmadın? Deyir ki, ey Allahın Rasulü, elə bildim ki, ayə nəsx edilib. Ayənin qirayəti qaldırılıb. Səni unutdurulub. Ona görə. Və məhz Allah Rasulunun Ubeyə xitab etməsi dəlildir ki, Qur'anı ən gözəl oxuyan sahabələrdən birisiydi və Ömər ibn Xattab cəmaatı məhz onun arxasında toplayır. Və sonra deyir ki, ni'mətul bid'atu hadihi. Bu nə gözəl bir yenilikdir. Düz deyir. Çünki o dövrdə, yəni Allah Rasulunun cəmaat şəklində, toplum şəklində bir imamın arxasında təravihi o formada qılınmasını tərk edəndən sonra sanki Ömər ibn Xattab bu sünnəti nə edir? Dirsəldir. Və Ömər ibn Xattabın zamanında o hadisə bir yenilik idi. Yəni lüğəvi anlamda yenilik idi. Və gözəl bir yenilik idi. Və bu yeniliklə Ömər ibn Xattab Allah Rasulunun həmin sünnətini nə elədi? Dirsəldi. Və bu şəri mənada bidət deyil. Çünki şəri mənada bidət odur ki, onun dində əsli olmasın. Və təravih namazının cəmaat şəklində qılınmasını dində gözəl bidət var deyənlərin özləri sünnə qəbul edirlər. Yəni, onların özlərinə soruşsan ki, bu sünnədir, deyəcəklər, bəli. Əgər bunu etiraf edirsənsə, nə üçün deyirsən ki, Ömər ibn Xattabın bu sözü gözəl bidətə dəlildir? Aydındır. Həmçinin buna misal biz nəyi göstərə bilərik? Məsələn, cümə günü 2-ci azan. Yəni, kimsə gəlib deyə bilməz ki, Osman radiyallahu anhu dində bidət ortaya çıxarıb. Yəni, cümə namazı üçün 2-ci azan. Bugün buna ehtiyac yoxdur. Çünki bugün saat var, təqvimlər var, hamı namazın vaxtını bilir.
Onsuz da bugün o məscidlərdə ki, cümədə 2 azan verilir, onun şəkli qalıb, mahiyyət deyil. Osmanın xilafətində 2 azan arasında saatlarla vaxt olurdu. Bir azan məsciddə veriləndə, o biri azan Mədinənin bazarının divarında verilirdi. Cəmaat üçün ki 2 saatdan sonra, 3 saatdan sonra cümə başlayacaq. O cəmaat hazırlaşsın, qusurunu alan alsın. Amma bugün birinci azanla ikinci azan arasında 10 dəqiqə vaxt olur. Vaxt verirlər ki, cümənin ilk sünnəti adı altında namaz qılsınlar. Yəni, bugünkü tətbiqat sünnətə müxalifdir. Amma Osman radiyallahu anhunun əməlini dəlil gətirsələr, biz deyəcək ki, bu bidət deyil. Çünki bunu da dəlil gətirirlər. Nə üçün? Çünki bidətin tərifinə baxanda, bidətin tərifi nədir? Dində əsli olmayan, məgər bir namaz üçün ehtiyac olsa, 2 azan verilməsinin dində əsli yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında sübh namazı üçün 2 azan verilirdi, verilmirdi. Verilirdi və salam. Yəni, söhbət burada sübhdən gelmir. Ehtiyac olsaydı zöhrdə də veriləcəkdi. Yəni, məsələ budur ki, bir namaz üçün ehtiyac olduqda 2 azanın verilməsi, dində bunun əsli var, əsli var. Dəlil sübh namazı. Yəni, Osman radiyallahu anhunun etdiyi əməl sünnədə əsli olan bir əməldir. Bu bir. Və ikinci cavab, Peyğəmbər sallallahu aleyhi və səlləm öz sünnətinə və raşid xəlifələrin sünnətinə tabi olmağı bizə əmr edir. Və əmr edir ki, azı dişlərimizlə yapışın. Və Osman radiyallahu anhu da raşid xəlifələrdən birisidir. Və dolayısıyla Osmanın bu əməli sünnəyə bağlanır. Həmçinin dəlillərdən gətiriblər, deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, mən sənnə fil İslam sünnətən həsənə. Kim İslamda gözəl bir sünnət ortaya çıxarsa və onu ondan sonra kimsə etsə, onun savabından azalmadan buna da yazılar. Həmçinin kim dində pis bir adət, sünnət ortaya çıxarsa, ondan sonra kimsə bunu etsə, onun günahından buna da yazılır. Bunu dəlil gətiriblər ki, bu nəfsi, yəni mən sənnə fil İslam sünnətən həsənə. Kim İslamda yaxşı, gözəl bir sünnət, adət ortaya çıxarsa. Bu hədisi dəlil gətiriblər ki, deməli kimsə bu dində gözəl bir adət ortaya çıxara bilər və bu adətə ondan sonra kimlərsə tabi olsa, onların savabından buna da yazılır. Lakin biz bu hədisin varid olma səbəbinə baxanda görürük ki, bu hədis onların lehlərinə yox, əleyhlərinə dəlildir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü haçan dedi? O zaman ki, Allah Rasulü məsciddə oturmuşdu, bəzi qəbilələrdən bəzi nümayəndələr gəlir, halları yaxşı olmur. Və bəzi rəvayətlərdə gəlir, Mudar qəbiləsindən olurlar. Kasıb olurlar, miskin olurlar. Və halları yaxşı olmur. Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə olan sahabələri təşviq edir ki, onlara sədəqə versinlər. Və sahabələr içərisindən biri durur, başlayır onlara sədəqə verməyə. Və onu görən başqa müsəlmanlar da ona qoşulurlar, başlayırlar həmin kasıblara yardım etməyə. Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm bunu deyir ki, mən sənnə fil İslam sünnətən həsənə. Kim İslamda gözəl bir cığır açarsa, yaxşı bir adət qoyarsa, Allah Rasulü bunu nəyə görə dedi? Sədəqəyə görə. Məgər sədəqə dində bidətdir? Yoxsa dində əsli olan bir şeydir? Dində təşviq olunan bir şeydir. Təbii ki, budur. Sadəcə olaraq hədisdə məqsəd nədir? Hədisdə məqsəd budur ki, kim dində əsli olan bir şeyi, məsələn, misal üçün, biri kasıbdır, elə bu hədisin özündə gəldiyi kimi. Kimsə ona yardım etsə və başqalarını buna təşviq etsə, başqaları onu görüb, həmin adama yardım etsələr, deməli, o adam bunu birinci edən bu cığırı açdı. Və ondan sonra kim ona yardım etsə bunu görüb, onların savabından azalmadan buna da yazılır. Məgər sədəqənin, yardımın dində əsli yoxdur, yəni bidətdir? Yox. Yəni bu hədis buna aiddir. Və başqa məsələn sünnələr. Misal üçün, bir yerə gedirsən, cəmaat orada bilmir misvak nədir. Və sən misvak işlədirsən və cəmaat səndən görüb bunu öyrənirlər.
Yəni sən o cəmaatın içərisində necə hədisdə gəlir, gözəl bir adət qoyursan. Xeyir bir cığır açırsan. Ondan sonra o cəmaat içərisində kim misvak işlətsə, səndən görüb deyə, onun savabından azalmadan sənə deyəsin. Yəni bu dində əsli olan məsələlərə aiddir. Yəni bu hədisin bidətlərlə bir əlaqəsi yoxdur. Aydın oldu? Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammedin və ala alihi və sahbihi və